Bu günlərim işdən biraz tez icazə aldım. Gedirik qızlara şəhərə, Gəncəyə məktəb alış-veriş eləməyə. Məktəb alış-verişi eləyək, görək nə lazımdır, onları alaq. Əslində kofta bir dənə lazımdır. Yubka falan var, yubka var, ayaqqabıları var. Kofta alım. Bir də belə də kalqotkadır, corabdır, maykadır, penal, dəftər, belə bir şeylər. Ona görə istəyirəm Gəncədə baza var. Ora gedək, oradan da çəkiliş eləyərəm. Orada hər şey olur. Ora girdin, hər şey alıb çıxa bilirsən. Ona görə ora rahatdır. Yəqin ki, ora gedərik elə. Sara da bağçadadır. Saran bağçada qoyduq ki, rahat gedək. Üstü bağçada olmalı. Biz alış-verişimizi elədik, amma mən həmişə kimi çəkə bilmədim. Çünki mağazinlərdə bilmirəm niyə icazə vermirlər çəkməyə. Yəni orada məncə pis bir şey yoxdur da. Əksinə mən çəkirəm, Gəncədə yaşayanlar görürlər ki, burada belə bir şey var, gedib alarlar da. Amma nə bilim, icazə yoxdur deyə ona görə çəkmədim. İndi inşallah evə gedək, göstərərəm ki, nəyi, hardan. Yəni hardan deyə bazadan aldıq hər şeyi. Yəni Gəncədə yaşayanlar da kim istəsə gedib bazadan həmin onlardan ala bilərlər. Orada yəni həm qiymət münasibdir, həm də çeşid çoxdur, seçim çoxdur. Ora gedirsən, bütün məktəbin hər şeyini biz oradan aldıq, gəldik də. Yəni demək olar ki, hər şeyini nə lazım idisə bizə hamısını oradan aldıq. İndi inşallah gedək evə, hər şeyi paylaşacağam biz nə almışıq. Gəncə bu günlərim çox istidir. Yəni Göygöl də düzdür istidir, amma Gəncə vəbşi dəhşət istidir. Özdə maşında da vəbşi. Bunu da mama gilə getmişdik, mama bizə qoydu. Mamanın pisoçinin piçenyesi yəni çox dadlıdır da. Keçən dəfə də qızlarla gedəndə video çəkmişdim, mama bişirdi onun uşaqlarla birlikdə. İndi bu dəfə də pişirmişdi, bilir uşaqlar xoşdurdu. Elə yol üstü mama gilə də dəydi. Bibim gəlib, bibimlə görüşdüm. Bibim qızı, bibimin uşaqları, bibim oğlunun uşaqları gəlmişlər. Getdim onlarla görüşməyə, elə yol üstü. Çünki getməliyik artıq Sarada, bağçadan çıxacaqdı götürməyə. Mama bilir ki, bundan uşaqlar xoşu gəlir, ona görə qoyur. Nəhayət ki, gəldi evə çıxdı. Bu çantalarıdır. Məlikə nəsə bu çantanı istədi, qara rəng. Mən əslində ona başqa rəng istəyirdim. Amma yəni öz istədi deyə, mən də o istədiyini aldım ki, sonra deməsin ki, mən bunu xoşum gəlmirdi, sənə görə aldım. Əslində belə pis çanta deyil, düzdür. Elə də oradan keyfiyyəti belə bilinmir, rəngi. Rəngi qaradır, biraz da burada materialı belə maraqlıdır. Burada bəzəkləri də var, belə rəngbərəng sapla. Cibləri çoxdur, burada cibi var. Sonra hətta arxada da cibi var, belə. Su qablarını beləsini aldıq ki, o birisilər daha tez qırılırlar. Belə su qabıdır, istiliyi də deyil, saxlayır. Burada sensordur, nəsə, mən bilən. Nəsə bunu basırdılar, yanırdı. İndi mən eləyə bilmədim məncə. Məndə alınmadı. Özləri nə tərs eləyir. Hə, oldu. Nəysə belə bir şey olur, deyir, dərəcəni göstərir, nədir. Heç bilmirəm, nətər eləyirlər, nəysə. Belə bir şeydir. Bunun biri 7 manatıdır. Tək ilin axırına kimi getsin. Adətən bizdə heç vaxt ilin axırına kimi getməyibdir. Su qabları həmişə qırılıbdır. Bu inşallah ki gedər. Belə də ki, belə nevniklərini aldıq. İkisi də bundan götürdülər. Belə penal. Bu dəfə belə penal götürdülər. Nə bilim, bunu bəyəndilər. Nə bəyəndilər dediyi onu götürün ki, sonra evə gələndən sonra deməsinlər ki, bəs niyə bizə başqasını aldınız? Nəmin belə ruçka, qələm, pozan, taçilka, belə bir şeylər məktəbə də lazımlı, əsas lazımlı şeylər. Dəftəri də dedim, sentyabrda inşallah bizim kursun mağazinində var. Oradan inşallah alarıq. O dəftər onsuz da nə vaxt olsa almaq olur. Bu da Rənanın çantasıdır. Bu düzünü deyim, daha çox xoşuma gəldi, daha maraqlı gəldi mənə. Rəngi o videoda elə də qəşəng düşmür, amma çox qəşəng korичневый rəngi var. Bəlkə yaxın eləsən, belə görsənər nə rəngdir. Burada da brelokun elə əsas buna görə aldı, buna vuruldu. Amma qəşəngdir. Bu Rəna bunu seçəndə mən sevindim ki, elə yaxşı ki bunu seçdi. Bu çox qəşəngdir. Rənanki də eyni şeylər. Elə albomdur,
gündəlikdir. Belə. Rəmanın da su qabı elə. Ondan da sadəcə bu rəngdir. Sumkasından bir rəngdə aldı. O da onunki də sınsırdı. Kağızını çıxardaq. Belədir. Güya ki isti saxlayır deyə. Bir saat su isti saxlayır. Deyirəm qışda indi yəni o qaçılmazdı da. Xəstələnməkləri qaçılmaz. Onsuz da xəstələnəcəklər. Onda isti su qoyuram hərdən. Elə bu su qabı daha uyğundur onlara. Elə məktəbli koftası aldıq. Qol gödək aldıq bu dəfə. Dedim hələ ki qol gödək giyinsinlər, hava isti olacaq. Sonra qol uzuna baxarıq. Biri 9 manat 90 qəpiyə idi. 10 manatda deyək. 10 manat. Saraya belə rezinlər götürdüm. Saranın saçı onsuz da nazikli balacadır. Ona belə rezinlər. Bu rezinin hamısı birlikdə 1 manat idi bazada. Çox münasib qiymətdir. Çox xoşum gəldi. Elə dedim hələ ki bu qədər bəsdir. Bunu götürüm. Bunu da qızlara götürdüm ki, saçlarının ucunu 2 dənə hörəndə belə balaca rezinlər lazım olur bizə. Belə bir broşkalar götürdüm Saran. Ya elə qızların saçına da olar. Saraya da belə broşkalar aldım. Cürbəcür bağçaya taxsın, xoşum gəlir. Kalqutqalar. Belə çox qalın yox da, kaprun kimi kalqutqadır. Hərəsinə bir dənə götürdüm. O da 5 manat idi. Sonra belə golfi corablar götürdülər, ucu açıqlar. Bundan bizim uşaqlığımızda biz həmişə geyinərdik məktəbə. İndi belə şeylər heç düzün deyim geyinən yoxdur. Nəsə qızlar bu dəfə istədilər ki, amma bizə bundan al. Bundan aldıq. Hə, bir də axırda nə deyim, başqa da xırım-xırda da o saç rezini falandır. Heç onları da göstərmirəm. Bir də bunu əsas göstərmək istəyirəm sizə. Bunu bizdə kursda bir valideyn uşağa verirdi. Gətirmişdi ki, bəs uşağa bunu verin. Bunu aptekdə satırlar. Özdə hər aptekdə yoxdur. Biz bunu 3 nömrəli banitsanın yanında apteklər var. Gəncədə yaşayanlar bilər. Apteklər var. Orada bundan aldıq. Orada var idi. O da hamısında yox. Birində var idi. Aldıq. Çupa-çupsdur, amma vitamin C-dir. Uşağın iştahını açır. Həmin o valideyn bundan verir. Biz kursda da gördük ki, uşağın iştahı əməli başda açılıbdır. Elə dedik, mən də soruşdum ki, hansındadır, şəklini çəkdim. Sağ olsun, birini də verdi. Dünəndən Saraya verdim. Sara bəyəndi, xoşladı. İndi bundan mən də 10 dənə aldıq. Biri 70 qəpikdir. 10 dənə aldıq ki, Saraya verim gündə bir dənəsini. İnşallah ki, iştah açılar. Çünki axır vaxtı demək olar ki, heç nə yemir. Özünüz də görsəz, burada yazılıbdır vitamin C-dir. Sonra nəsə burada belə yazılır. Həm də o birisinin üstündə yazılmışdı ki, yəni dərman deyil də bu. Amma uşağın iştahını açır. Heç nə, sınayaq görək necə olur. Ən çox bunu aldığıma sevindim Saraya görə. Belə, burada da sizlə sağollaşım. İnşallah gələn vloglarda görüşərik. Sağ olun.